Balakən şəhərinin Qullar kəndində Tras qırağında 12 sot həyətyanı torpaq satışa çıxarılır. Sağ tərəfdən bu torpaq satışa çıxarılır. Məktəb sol tərəfdə irəlidadır. Yəni məktəbdən rayona məktəbə gedərkən məktəbə çatmamış yolun sağ tərəfindədir. İçərisində su xətti çəkilmişdir. İstəkaldadır. Ayaq yolsudur, kanalizasiyası, yəni qazılmış, üstü betonlanmış, yenə iştəkaldadır. İçərisində mal damı var. Kommersiya üçün məsləhətli yerdədir. Qeyd etdiyim kimi Trasanın tam qırağındadır. Kupça əldadır, yəni kupça yeni alınmışdır. Birbaşa notarusluqdur. Yol tərəfə enliliyi 23 metradır. Bir sotun qiyməti 4000 manata təklif olunur. Yəni hissə satılmır. 12 sotun hamısı bir yerdə satılır. Yəni hissə müraciət etməyin. Hissə satılmır. Qiyməti 4000 manata təklif olunur. Alış şərti ilə yaxınlaşsanız qiymətdə endirim olacaqdır. Kupçalıdır, notarial qaydada alqı-satqı edərək, bölgü sxemi tutaraq, alqı-satqı edərək gördüyünüz torpağı əldə edə bilərsiniz. Qeyd etdiyim kimi kommersiya üçün çox məsləhətli yerdə yerləşir. Obyekt və yaxud moyka nəsə bir obyektlər yarada bilərsiniz. Düz Qlavni yolun tam kənarında yerləşir. Ev sahibi, yəni gördüyünüz evdir. Bu hissədən torpağı satır. Yəni ev sahibi hal-hazırda Balakəndə yaşamır. Torpaq yəni tapşırılıbdır mənə. Yəni kimə bu torpaq maraqlıdırsa mənlə əlaqə saxlayın. Yəni sahibini axtarmağa ehtiyac yoxdur. Yəni bu dəqiqdir. Yəni torpaq hal-hazırda mənə tapşırılıbdır.